Başladım. 2023 Cim sınavının dinləməsi ekrandadır. Bir dəqiqəyə səsləndirirəm. Bunun dinləməsi saniyə məndə. Bunun dinləməsi karnındır. Oydu. Bu dinləmə necə idi bir də? Amma mən başqa yerə getdim hə. Uşaqlar ekranda görmürsünüz hə? Ayda. Yox, görmürük. Hə bir saniyə üzr istəyirəm. Bu dən dinləməyə bir də baxın. Burada magistr Testoplusundadır. Onun karla wounded bir patientla case ilə bağlıdır. Ah, patient case. Hə, tapdım. Bir türlü bunu tutuştura bilmədim. Əsəbim pozuldu. Hı. Bunu bir linkdən girməliyəm. Ha, indi mən sizə təzədən ekrana verim. Hə, baxın siz. Bu əsas 3-cü sualı, bir də 5-ci sual diqqətli oxuyun. When did you last come in for a physical? Exercise regularly. No, not really. Uşaqlar, I run up a flight of stairs. şeydir, eşitdiniz səsi. Sam. I had my last Müəllimə, physical exam. Qarışıq yaxşı müəllimə. göstərəcəkdir. Bir dəqiqə, qarışıq deyil. Biləm, mən burada səsləndirmişdim, kəsdim. Bir dənə səsini də qaldırım. Budur. Səsi qaldır. Aha, baxın, bir də baxın, görün səs gəlir. Years ago. Have you Gəldi səs. Hə, gəldi. Başladıram, baxın. when did you last come in for a Birinci physical sual. exam? Hə, Vüsal, nə deyirdin?
Mən birinci sualı bir dənə tam göstərin də, A variantı göstərmir. Göstərir. Tam ekrandadır. A-dan Y-yə qədər. Prosta bu qalxdı, indi düzələcək, qalxacaq yuxarı. Dinləmə müddətində xahiş edirəm danışmayaq. Başladı. When did you last come in for a physical exam? I had my last physical exam 2 years ago. Have you had any other exams recently? Blood work, an electronic cardiogram, or an ultrasound? Well, I had a few x-rays at the dentist's. How have you been feeling in general? Pretty well. No complaints really. Could you roll up your left sleeve? I would like to take your blood pressure. Certainly. 120/80. That's fine. You don't seem to be overweight. That's good. Do you exercise regularly? No, not really. If I run up a flight of stairs, it takes me a while to get my breath back. I need to get out more. That would be a good idea. How about your diet? I think I eat a pretty balanced diet. You know, I have a hamburger from time to time, but generally I have well-balanced meals. That's good. Now I'm going to listen to your heart. Oh, that's cold. Don't worry, it's just my stethoscope. Now breathe in and hold your breath. Please pull up your shirt and breathe deeply. Everything sounds good. Let's take a look at your throat. Please open wide and say ah. Okay, everything looks fine. I'm going to order some blood work, and that's about it. Take this slip to the front desk, and they'll arrange an appointment for the tests. Thank you, doctor. Have a nice day. Aha, yenidən baxın, səsləndirirəm bir dəqiqəyə. Başladıram. When did you last come in for a physical exam? I had my last physical exam 2 years ago. Have you had any other exams recently? Blood work, an electronic cardiogram, or an ultrasound? Well, I had a few x-rays at the dentist's. How have you been feeling in general? Pretty well. No complaints really. Could you roll up your left sleeve? I would like to take your blood pressure. Certainly. 120/80. That's fine. You don't seem to be overweight. That's good. Do you exercise regularly? No, not really. If I run up a flight of stairs, it takes me a while to get my breath back. I need to get out more. That would be a good idea. How about your diet? I think I eat a pretty balanced diet. You know, I have a hamburger from time to time, but generally I have well-balanced meals. That's good. Now I'm going to listen to your heart. Oh, that's cold. Don't worry, it's just my stethoscope. Now breathe in and hold your breath. Please pull up your shirt and breathe deeply. Everything sounds good. Let's take a look at your throat. Please open wide and say ah. Ah. Okay,
Everything looks fine. I'm going to order some blood work, and that's about it. Take this slip to the front desk, and they'll arrange an appointment for the tests. Thank you, doctor. Have a nice day. Aha. Bir dəqiqə yoxlayıram. Yenidən baxın suallara yoxlayaq. Uşaqlar, bunun bir saniyə. Sırf başlanğıcında 10 saniyəlik bir hissəsi. When did you last come in for a physical exam? I had my last physical exam 2 years ago. Have you had any other exams recently? Blood work, an electronic cardiogram, or an ultrasound? Well, I had Söhbətən orada görüm orada bir şey kaçırmamışdım göğe. Ama kaçırmamışım. Yazdı herkes. Bəli, yazdım. Mən yazdım. Hamı yazdı. Uşaqlar. Bəli. Yoxlayaq onda. Deməli, düzgün cavablı variantları ekrana verirəm. Kompüter jetonu. Ay dokun. Kompüter dondu ona göre gözlemeli oldunuz. Bu da açıldı indi. Aha. Deməli, cavablar deyirəm yoxlayaq. 1Y, yox, üzr istəyirəm. 1D, 2A, 3C, 4B, 5D. 6.1A, 2B, 3B, 4A, 7C, 8D, Müəllim zəhmət olmasa dinləməni bir də deyərdiniz də qarışıyor bir-birinə. 1D. 1D deyəndə bura baxın A, C, Y, B, D. Yəni burada 2 years ago olan cavab düzdür. Yəni orada bu hərflər səhv yerlərindədir. 2 years ago olan cavab doğrudur. 2A, 3C, 4B, 5D. 6.1A, 2B, 3B, 4A, 7C, 8D, 9A, 10, 3, 5. 11.1B, 2B, 3A, 4A, 12B, 13A, 14, 14A, 15, 1, 4, 16B, 17D, 18Y, 19D, 20A, 21B, 22Y, 23, 1, 4, 25, yok 24, 3, 2, 1, 5, 6, 4. 25'te B, C, A. Aha, indi verin suallarınızı. 2, 3. Birdə. Bir ən birinci Yox. cümlə. Yo, 1 yo, 2, 3. It's clear from burada belə bir Səhvdir. Bir dənə ona da baxarıq da. Nə deyirsən Vüsal? 3, 4, 5 səhvdir məndə müəllimə. Tamam. How do you feel in general? Bak orada həkim sual verir. How do you feel in general? Ümumiyyətlə necə hiss edirsən? Pretty well, no complain. Tam əlada, yəni heç bir complain nə deməkdir? Şikayətim deyir, yoxdur. Bəli. The patient feels very in general deməli bax.
Very well in general. Demək, ümumiyyətlə yaxşı hiss edir. Sən nə yazmışdın? Bu variantı. Şeydə, bax burada tez-tez, yadında demişdik often-da, usually, never, always, sometimes olan bunlara diqqət edin. Tez-tez gedir. Əksinə o bəzən gedirdi həkimə. Elə bir şey səsləndirmir. Burada da obezitlikdən əziyyət çəkir. Əksinə onun dedi ki, you don't seem overweight. Ağır çəkili görünmürsən dedi əksinə. Does exercise regularly? Əksinə. Həkim sorur, do you do exercise regularly? No, not really deyir. Xeyr. Müntəzəm olaraq idman eləmir. Üçdə bu cümlələri səsləndirsə də çoxsunu, amma məsələn, boğazı ilə bağlı heç hansı problemləri var deyir. Məsələn, orada sadəcə deyir boğazına, orada səslə çıxardılar, boğazını müayinə edir deyirdi. Amma burada deyir hansı problemləri var. Bir şey səsləndirmir. Why does a patient need to go out more? Niyə görə xəstənin çölə daha çox çıxmasına ehtiyacı var? Orada qız belə bir şeydir da. Baxın bu cümləyə əsasən. If I run up a flight of stairs, it takes me a while to get my breath back. Bir neçə pilləkən deyir, yəni qaçanda deyir, mən deyir bir müddət mən vaxtımı aparır, bir nəfəsimi geri almaq bir müddət vaxt aparır. Yəni nəfəs-nəfəsə qalıram da. Deməli onda da həkim məsləhət görür ki, şeydir, yəni daha çox yəni çölə çıxmasına ehtiyacı var. Çünki o nəfəssiz qalır. Stairs, pilləkənləri qalxanda. Aydındır? Bəli. Bir də ki, bax, Bəli. deyir, what problems did the patient have with his throat? Boğazı ilə bağlı hansı problemi var? Orada həkim deyir ki, everything looks fine in your throat. Boğazında hər şey yaxşı görünür. Yəni, heç bir problem yoxdur. Sonraki ultrasound edimsəni deyir orada, amma why deyir, niyə edir, niyə tövsiyə edir bunu? Elə bir şey verilməyib və bəziləri B yazmışdı. Orada deyir, bəli, blood work, qan testi nəticələrini gözləyək deyə. Baxın, burada I'm going to order some blood work. Qan testi edəcəm və they will arrange an appointment for the tests. Və bu testlər üçün də görüş günü, yəni gün təyin edəcək də, belə deyək. Amma nə vaxt olduğunu demir. Sadəcə deyir ki, gün təyin edəcək. Aydındır? Belə. Sonra 4-də the patient doesn't seem overweight. Ağır çəkili görünmür. Onun ardınca dedi ki, soruşdu ki, sən davamlı idman edirsən? Dedi, yox. Dedi ki, bəs onda how about your diet? Bəs yemək qaydan necədir? I think I have a pretty balanced diet. Pretty balanced diet, yəni well balanced diet, yəni pəhrizini qoruyub saxlayır. Belə. Və görürsünüz, hamburgeri zaman-zaman, yəni from time to time bəzən deməkdir, sometimes deməkdir. Bəzən yeyir, amma burada deyir never, heç vaxt yemir. Sonra 5-də isə düzgün cümləni seçin deyirdi. The patient didn't have correct. Bir dəqiqə, mən deyim, the patient didn't have physical exam last year. Və başda en birinci cümlədə nədir soruşdu həkim? When did you come last for physical exam? Sonuncu dəfə nə vaxt gəlmisən müayinəyə? I had my last physical exam 2 years ago. Sonuncu dəfə 2 il əvvəl. Buradan belə bir nəticə çıxır ki, onda the patient didn't have any physical exam last year. Onda keçən il onun o heç bir fiziki yəni müayinədən keçməyib. Aydındır? Hə, məsələn, A-da he does exercise regularly. Müntəzəm olaraq edir, amma o da dedi ki, I don't do exercise regularly. B-də is not going. Burada inkarlıq səhvdir. Çünki o test verəcək axı. Dedi ki, I will order blood work. Qan testi verəcək. The patient often comes in for a physical exam. Tez-tez gəlir fiziki müayinə. Amma bayaq oxudum o cümləni. Axırıncı nə vaxt gəlib? 2 il əvvəl gəlib. There is a problem with the appointment for the test. Testlərin təyinatı ilə bağlı problem var. Əksinə, yəni orada demədi problem var. Dedi ki, I will arrange an appointment. Təşkil edəcəm deyir testlər üçün gün. Belə. Keçdiyim mətnlərə. Uşaqlar, broadcast nə deməkdir? Broadcast. Bu sözlər, buradakı sözlər hamısı özü bu mətn Canlı yayın kimi də. yayımlamaq. Hə. Yayımlamaq sinonimi nə ola bilər? Sinonimi televizor sözünün kökü televise. Televise. Suggest
Suggest. Suggest təklif etmək. Bəli, sinonimi. Hmm, Synonym Offer var deyəsən. and propose. Propose. Prohibit. Qorumaq. Forbid. Prohibit. Prohibit not to allow to do something. Hədə. Qadağan etmək. Qadağan etmək, bəli. Sinonimləri Forbid. Ban. bir də ki ban, yes. Forbid, prohibit, ban. And reasonable, Reasonable. Ağıllı. Dərakəli kimi. ağıllı, dərrakəli, məntiqli. Bax, 2008-ci sualda səhv varsa, 8-ci sualda elə reasonable sözünün mənasını istəyir. Sinonimi də reasonable, sensible, fair, practical. Ağıllı, Mənim niyə Y deyilir? Not var deyə. artificial nədir? Artificial. Genuine original deməkdir. Bu sözü özdə yazmışdım mən. Əvvəlki lüğətlərimizdə var idi. Genuine, original. Mən bu dahi sözü bildim. Dahi belə yazılmadı. Genius bilsən nədir? O sən dediyin geniusdur. Genius yazılır o. Genius yazılır. Genius. Genuine ama originaldır, əsildir. Genuine, original, authentic yazılan söz var. Authentic. Bunlar əsl, orijinal deməkdir. Görsən not false, yalan olmayan, səhv olmayan, not artificial, süni olmayan. O başqa şeydir. Reasonable sinonimi sensible'dır. Yəni logical, sensible, reasonable, məntiqli, ağla batan, dərrakəli. Aydındır? Distraction. Nə söz distraction? Don't distract me while I'm working. I have to concentrate on it. Yayındırmak, fikrini yayındırma. Distraction fikrini yayındırma, yayınma, yayındırma deməkdir. Bilmirsinizsə qeyd edin. Generation nədir uşaqlar? Nəsil, Nədir? kök, Generation, akademiya. ay sağ ol. Generation gap, Nəsil boşluğu nəsil kimi. boşluğudur. Divorce, Boşanmaq, boşanmaqdır. Rate, dərəcə, dərəcə, norma, bəli, boşanma norması. Communication, ünsiyyət. failure, Ədalətli deyildi bu. no, failure. Fail exam nə deməkdir? I failed exam yesterday. Keçməməkdə imtahandan qalmaq. Failure uğursuzluqdur. Nə demək? Fail uğursuzluğa uğramaqdır. Failure uğursuzluqdur. Disturb. Don't disturb me while I'm working. Narahat olma kimi, disturb. Narahat etmək. Ha. Və şeydir, babysitter, Dayə. dayədir, düzdür. Recreational, Onu bilmədim mən. recreational relaxation kimidir. Relaxation. Relax. Relax, Dayə sözü rahat. neydi? Dayə neydi? Babysitter. Yazışı nə tər idi mənim? Bu sözdə göstərirəm bəs vüsal ekranda babysitter. Recreational istirahət deməkdir. Yəni recreational reading istirahət məqsədli oxuma. İstirahətdir. Relaxdan sinonimdir. Yaxşı. İndi burada sualınızı verin uşaqlar. Məndə orada yoxdur. Bax, bir də bunu deyim. Loss of communication. Bunu bəzi uşaqlar biraz çaşır. May lead to some psychological and social problems. Bax, communication ilə lead to nədir? Bax, çox qabağımıza çıxır bu söz. Lead to. Aparır. Belə deyək də cause-dur. Cause nədir? Gətirib çıxar. Yəni aparıb çıxarmaq Səbəb. səbəb. Nəyə səbəb olur? Ünsiyyət loss itkisi, psixoloji və sosial problemlər, communication-dan və problems-dan irəli çıxaraq hansına yönə bilərik? Bax, bura baxın. Problems və communication. Bu uzun cümləni qısaldır. Many of our problems, problemlərimizin çoxu from the generation gap, nəsil boşluğundan tutmuş to the high divorce, yüksək high divorce rate, yüksək boşanma normasına qədər və to some forms of mental illness, əqli xəstəliyin formalarına qədər, yəni bir çox problemlərimizə caused səbəb olur. Nə?
Failure of communication, ünsiyyət çatışmazlığı. İndi burada failure nə ilə əvəz edib? Loss-la. Ünsiyyət çatışmazlığı, ünsiyyətdə uğursuzluq, ünsiyyətdə itki, yəni eyni anlama gəlir də. Bundan əvəz edib və causal, it ilə əvəz edib. Mental illness, mental xəstəlikləri psychological, psixoloji problemlərlə əvəz edib. Psychological problems, social problems deyəndə də, sosial problemlər də deyəndə burada generation gap, nəsil boşluğu ilə yüksək boşalma normasını nəzərdə tutur. Yəni, ümumiləşdirib burada. Başa düşdünüz? Belə. İndi reasonable dedik. Kimin sualı var başqa? Kimlər yazıb bunu ümumiyyətlə? Yazmadan qoşulmusunuz dərsim. Mən yazmışam, amma mənim aşağılarda da 11 nöqtələrdədir səhvim. Ona görə səsimi çıxartmıram. Bildim sən, yox, o digərlərini elə soruşurdum. Və yaxşı. Heç kəsin yoxdur səhvi. Və bir də bir şey deyim, çox adam onda biri götürür, amma burada babysitter sözünü görüb fikirləşirlər buna cavab var. Burada diqqətli olun. How do babysitters entertain children without TV? Yəni burada soruşur ki, bizdən dayələr televizor olmadan uşaqları entertain, how entertain, necə əyləndirirlər? Entertain nə deməkdir? Əyləndirir. Əyləncə. Burada demir necə əyləndirirlər. Bəli, elə bir cümlə var. Amma ki, baxın, deyir ki, what will happen? What will parents do? Valideynlər nə edəcək? Without the electronic babysitter. Elektron bu dayələr olmadan. Who will entertain Burada their dayə deyəndə telefonu yəqin ki, nəzərdə tutur da. Yəni, hansı ki, uşaqlarını əyləndirən. Yəni, burada sadəcə uşaqlarını əyləndirən bu dayələr olmadan nə edəcək valideynlər? Bizə bu dayələrin necə əyləndirməsini demir. Yəni, burada diqqətli olaq. Belə sonra yaxşı onda keçək digər mətnə. Burada deməli, personality, what is personality? Şəxsiyyət. Şəxsiyyətdir. And deal with, Deal with səbəb ən çox qarşımıza məşğul olmaq, bir də ki, öhdəsindən gəlmək kimi, aşmaq, öhdəsindən gəlmək kimi çıxır qarşımıza. Öhdəsindən gəlmək kimi sinonimləri nə ola bilər? Öhdəsindən gəlmək manage var deyəsən. Manage, bəli. Və Overcome. overcome, yes. Bəs məşğul olmaq kimi sinonimi? Engage. Bəli, engaging. React, what is react? Reaksiya vermək. Reaksiya vermək. Bir də ki, bu sözdə var, uşaq, tackle sözü. Tacıqlı yazılır, tackle. O da şeydir də, aşmaq, öhdəsindən gəlmək kimi istifadə olunur. Belə, thrilled. Bunu səhv edən var burada, thrilled. Nə deməkdir thrilled? Həyəcan. Excited, heyecanlı. Thrill həyəcanlıdır. Excited'i görən kimi elə. Weary nə deməkdir bəs uşaqlar? Weary. Weary, tired. Tired, yəni Yorğun. bir dənə də yorğun var, tükənmiş var. O hansıdır uşaqlar? Exhausted. Exhausted, yes. Exhausted. Bu suallar, burada var sualımız. Məndə 11.4-də var. Mən burada bəzilərinə baxım, indi çoxsu rekorda baxır. Bilirəm ki, ən çox hansılarda səhv edə bilərlər də. Ümumi tuturam söhbəti. Human brain is unable to respond to new things in a particular way. Çoxsu da bunda səhv etmişdir bugün də. Unable. Bax, diqqətli olun. Demişəm, inkar cümlələr, düzgünü səhvi seçdiyən suallarda çox hallarda səhv olur. Able, to be able to nə deməkdir uşaqlar? To be able to. Bilmək, bacarmaq. Able bacarmaq da bacarıla bilən kimi. Respond nədir? Respond. Respond cavab vermək. Cavab vermək. Burada deyir ki, bax görürsünüz, to new things. Yeni şeylərə cavab verib bilmir insan. Sözü yolları. Aha, beyni ilə. Bax, burada oxuyuram cümləni. Human brain deyir. To new things. Hardadır? Birinci paragrafın son cümləsidir. Baxın, our brain and personality react to the strange new things. Baxın, burada react, inkarlıq yoxdur. Əksinə deyir, yeni şeylərə reaksiya verir. Yad yeni şeylər reaksiya verir. Amma burada deyir ki, reaksiya vermək cavab verməkdir də, yəni düzdür. Amma burada deyir, unable to respond, cavab verə bilmir.
Ona görə false-dur. Bu çox asandır. The lasts for a short time. Honeymoon stage of culture shock lasts for a short time. Last feil kimi nə məna verir uşaqlar? Last, Last. continue. Continue nədir? Devam etmek. Burada baxın deyir honeymoon stage can last for quite a long time. Burada deyir uzun müddət davam edir. Burada deyir short time, qısa müddət davam edir. Şeydir, amusing nədir uşaqlar? Maraqlı. Eğlence. Eğlenceli. Person's ability to laugh at amusing things becomes stronger in the third stage. Third stage'e diqqət edirik. Stronger person's ability to laugh. Asandır. Bax, yenə də bu cümləni harda tapırıq? Görürsüz. Essence of nə dedik burada? A person's ability to laugh at amusing things becomes Esaslı değil. Bax, bu hissə become stronger. Burada deyir yumor hissi adətən güclənir. Yumor hissini də burada laugh at, əyləncəli şeylərə laugh, gülmək qabiliyyəti. Belə uzadıb açıqlama verirdi. Yumor hissi gülmək qabiliyyətidir də, düzdürmü? Güclənir deyir. Bəli, burada da deyir become stronger, güclənir və əsas orada mərhələyə diqqət edək. Hansı mərhələdir? The third stage, 3-cü mərhələdir. Deməli bu truedur. Doğrudur. Rejections dedi. Reject nədir uşaqlar? Reject. Reddetmek. Bəli, rədd etmək. Sinonimi nə idi? Reject. Deny var idi. Bəli, bir dənə də Reject. refuse. Refuse. Hansı mərhələyə istinad edir? Ailə və dostlar üçün darıxmaq prosesidir, rejection stage. Missing family and friends, rejection stage və bu da 11.4. Baxın, rejection stage burada danışır və burada da izah edəndə görürsünüz. We become very tired and begin to miss our homeland, family, girlfriend, boyfriend and pets. Yeni bir həyata yerləşdikdən sonra biz çox yorğun oluruq, ailəmiz üçün, nə bilim, dostlar falan üçün darıxmağa başlayırıq və bu da lead to rejection of new culture, yeni mərhələnin, yeni mədəniyyətin rəddini aparır, çıxarır, inkarını aparır, çıxarır və bu da rejection stage adlanır. Yəni deməli bu truedur. 12-ni də dedik. Orada bir dəqiqə mən bir daha düşə bilərdi, zəhmət olmasa 11.4-ə. Hə, aşağı düşün. Aha. Səhvin var idi orada. Hə, rejection stage-də. Hə, hələ onu deyirdim də, rejection stage-də Rejection səhv stage eləmişdim. burada. Rejection stage burada da bəs. This rejection stage, bu inkar mərhələsi. İnkar mərhələsi ikinci mərhələdir də, second stage'dir. Aydındır? 14-də var səhv edən. 14 Yox, mən etmədim. bax, belə tip sualların məğzi nədir? But the sentence, dırnaq içərisində cümlə. Bu nə edirik? Fərdi necə tapmısan? Yəni məğzi nədir bunun? Yəni nə istəyir bizdən? Deyir ki, you may still, sən deyir hər də problemlərin ola bilər dillə, Yox, but yox, yox, sən demədim fərdindən. Yəni bizdən sonra necə tapmışam? Cümlələrdəki notları çıxmışam birincisi. yox, yəni demək Bir istəyir. də ki, Nə istəyir? Hı. Cümlədə sinonim tap deyir. Bu yaxda onu soruşmaq hə də, çalışır. Hə, onu demək hə. istəyir. Yəni sinonimin tap və burada da bəli ipucular demişdim. Belə tip suallarda yenə orada məsələn cümləni təsdiqdə deyir, burada inkar da deyə bilər. O həmin ipucularda only, all, never, hardly, no, not, without bunlar olanda səhv olursa sifətləri dəyişir. Əksin kontrolünü deyə bilər, məkanı, rəqəmi səhv deyə bilər. Bax məsələn görürsüz, tərcümə eləməyə ehtiyac yoxdur. You may still have problems, problemlərin ola bilər. With the language dillə bağlı. Have problems with the language. Amma C-də görürsüz deyir, you will not have any language problems. Burada inkarda deyil, getdi. Sonra burada deyir ki, you are strong enough. Təsdiqdə deyil. Amma burada deyir ki, you will not feel strong enough. İnkarda deyir, güclü hiss etməyəcəksən. B-də də burada deyir to deal with them, onların öhdəsinə gəlmək üçün kifayət qədər güclüsən. Yəni təsdiqdədir də burada to deal with. Amma burada unable to deal with. Unable inkarlıq yaradır axı, bacar. Bacara bilməyəcəksin. Və burada deyir, burada ability sözü görmür axı. Deyir ki, you may still have problems with the language. Dillə bağlı problemlərin ola bilər, but you know, amma sən bilirsən ki, you are strong enough to deal with them. Onları aşa biləcək qədər, kifayət qədər güclüsən. Amma Y-də deyir ki, you will need some abilities. Bacarıqlara ehtiyacın olacaq. Burada bizə elə bir fikir xatırlatmır, əlavə fikir gətirib qoyub ortaya. Başa düşdünüz? Mhm. Belə.
E, Mən bir dəqiqə, orada likely sözü var. Orada o nə mənaya gəlirdi? Onu deyəcəkdim. likely to ehtimalı var demək. May ilə might-la sinonimdir. May, might modal feili var. Onlar da ehtimal bildirən modal feillər idi axı. Aydındır? Yəni ola bilər ki, ehtimalı var deməkdir. Şeydir. Burada get used to nə deməkdir uşaqlar? Get used to. Get used to alışmaq. Alışmaq, bəli. Alışmaq, uyğunlaşmaq. Sinonimi nədir bəs? Get accustomed. Adopt. Adapt. Adopt da adapt. Get accustomed da var. Və bir də ki adjust var. Adjust. Get accustomed to. Uşaqlar, indi şey sönür. Saniyələr qalıb. Mən sizə yeni link atıram. Yaxşı.